Şirniyyat və tortlarınızda istifadə edə biləcəyiniz həm dadlı, həm də asan krem resepti bölüşürəm. Mən tortlarımda və şirniyyatlarımda əsasən bu kremdən istifadə edirəm. Çox yüngül bir dada malikdir. Hazırlanması isə cəmi 3 dəqiqə vaxtınızı alacaq. Mən krem qaymaq olaraq Dekorapın qaymağından istifadə edirəm. Siz istədiyiniz hər hansı bir krem qaymaqdan istifadə edə bilərsiniz. Əgər krem qaymaq tapmırsınızsa, o zaman 33%lik duru qaymaqdan da istifadə etməyiniz mümkündür. Kremi hazırlanmazdan öncə ən az 2-3 saat soyuducunun aşağı hissəsində qaymağı soyuq dərəcədə saxlamağınız vacibdir. Gördüyünüz kimi qabın içərisinə əvvəlcə qaymağı əlavə edirik. Daha sonra isə çırpıcının yüksək rejimində dayanmadan 2-3 dəqiqə çırpırıq. Çırpıcı vasitəsilə qaymağı gördüyünüz hala gətiririk və kremin daha da dadlı olması üçün qatlaşdırılmış süd əlavə edirik. Qatlaşdırılmış süd əlavə etdikdə isə az-az əlavə edərək silikon qaşıq vasitəsilə qarışdırırıq. Kremi siz həm şirniyyatlarınızın içərisində, həm də üzünün bəzəməsi üçün istədiyiniz formada istifadə edə bilərsiniz. Eyni zamanda siz qaymağa qatlaşdırılmış süd əlavə etmədən də istifadə etməyiniz mümkündür. Videoların davamlı olması üçün kanala mütləq abunə olub, şirniyyatlarınızda istifadə etdiyiniz krem reseptini də mənimlə rəylərdə bölüşməyi unutmayın.